Sevərlər. Deməli, bugün biz üçbucaqlar mövzusu haqqında danışacağıq. Üçbucaqlar mövzusu əslində riyaziyyatın ən maraqlı mövzularından biridir. Təbii ki, riyaziyyatın bütün mövzuları maraqlıdır. İndi eşidirəm siz deyəcəksiniz ki, heç də belə maraqlı deyil. Amma gəlin birlikdə öyrənək və sizin üçün daha da maraqlı edək. Birincisi başlayırıq. Üçbucaq nədir? Öncəliklə sizə belə düsturlarla yormaq istəmirəm. Sadəcə onu bilirik ki, 3 nöqtənin ardıcıl birləşməsindən üçbucaq yaranır. İndi isə bizim üçün ən vacib olan şeyləri keçirik. Yəni əsas nüanslara. Üçbucaqda nələr var? Bizə nələr lazımdır? Deməli, əziz şagirdlər, baxın. Üçbucaq bildik ki, 3 dənə düz xətti müstəvi üzərində olan, bir-birinin yanında yerləşməyən 3 dənə nöqtəni birləşdirdik, düz xətt əmələ gəldi, sonra onları birləşdirdik. Tamam, üçbucağı yaratdıq. Peki, biz indi nə etməliyik? Yəni üçbucaq haqqında nələri bilməliyik? Birincisi, bilməmiz lazım olan odur ki, ən təpə nöqtələr, yəni təpədə olan nöqtələr təpə nöqtələri adlanacaq. İki təpənin əmələ gətirdiyi düz xətt tərəf adlanacaq. Baxın, ABC kiçik tərəflərdir. Daha sonra perimetr deyə bir anlayış var. Perimetr nədir? Qıraq kənarların cəmi deməkdir. Yəni ABC, balaca A-nın, balaca B-nin, balaca C-nin cəmi perimetri bizə verəcək. Daha sonra daxili bucaq anlayışımız var, xarici bucaq anlayışımız var. Daxili bucaq nədir? Bir dənə bunu yadınızda saxlayın ki, üçbucağın daxili bucaqlarının cəmi 180-dir. Ümumiyyətlə, xarici bucaq bəs nədir? Eyni daxili olduğu kimi xarici bucağımız da var. Daxili bucaq nədir? 2 dənə düz xətti əmələ gətirdiyi ortadakı xətt bizim daxili bucağımızdır. Və biz hər hansı bir düz xətti uzadarıqsa bu zaman xarici bucaq yaranır. Məsələn, aşağıda görürük alfa 1, gamma 1, beta 1 kimi. Bunlar bizim xarici bucaqlarımızdır və xarici bucaqların cəmi 360 dərəcəyə bərabərdir. Baxın, bunu ulduzlayıram və bildirirəm ki, sizə tək üçbucaqda yox, bütün çoxbucaqlarda, baxın deyirəm, bütün çoxbucaqlarda xarici bucağın cəmi 360-dır. Ya mən sizə desəm ki, 50 bucaqın xarici bucağın cəmi nədir? Da düşünməyəcəksiniz ki, ayda necə tapacam? Vəsiyo, 360, bitdi, getdi. İndi keçirik. Belə bir qaydamız var. Deyirik ki, bir dənə daxili bucaq ona qonşu olmayan xarici bucaqların cəminə bərabərdir. Yəni alfa 1 bərabərdir beta ilə qammanın cəminə. Beta 1 bərabərdir alfa ilə qammanın cəminə. Qamma 1 bərabərdir alfa ilə betanın cəminə. Deyəcəksiniz ki, ayda bu nə deməkdir? Başa düşməliyik də bunu. Gəlin mən sizə bunun isbatını verim. Deməli şagirdlər, baxın, bizim olsun bucağımız, deməli, belə deyək, daxili bucağımız olsun alfa, beta və qamma. Və gəlin indi bunun xaricisini adlandıraq. Alfa 1, beta 1 və qamma 1. Qayda nə idi? Dedik ki, alfanın, bir dəqiqə. Dedik ki, alfanın, üzr istəyirəm, biraz şəkil alınmamışdı. Deməli, dedik ki, biz alfanın, betanın və qammanın cəmi 180-dir. Daha sonra dedik ki, deməli, alfa 1, beta 1, qamma 1-in cəmi 360-dır. Amma bunu qoyaq kənara. Biz burada nə görürük? Alfa ilə alfa 1, biri digərinin xarici bucağıdır, elə deyil. Yəni, biri və xarici bucaqla daxili bucaq birlikdə qonşu bucaq əmələ gətirdiyi üçün alfa 1 ilə alfanın cəmi 180-dir elə. O zaman gəlin bu 180-ləri bir-birinə bərabər eləyək. Axı bərabərdir. Deməli, alfa üstə gəl, beta üstə gəl, qamma bərabərdir. Nəyə? Bunlar bir-birinə bərabərdir. Hər ikisi 180-dir. Deməli, alfa 1 ilə qamma 1-ə. Daha doğrusu, alfa 1 ilə alfanın cəminə. İndi alfa 1 ilə alfanın cəminə bərabərdirsə, buradan da hər iki tərəfdən alfamız eynidir. Onlar getsə, geridə nə qalır? Beta ilə qammanın cəmi bərabərdir alfa 1-ə. Deməli, alfa 1 nədir? Xarici bucaq. Bəs beta ilə qamma nədir? Ona qonşu olmayan daxili bucaq. Deməli, biz artıq isbatımızı vermiş olduq ki, nədir? Bizim xarici bucağımız ona qonşu olmayan daxili bucaqların cəminə niyə bərabərdir? Yəni, baxın, bu qayda bayaq ki, isbatdan gəlir. Bu isbat sizə lazım deyil, amma yenə də hər ehtimala öyrənməniz, bilməniz daha yaxşıdır. Keçirik ən vacib nüanslara. Birincisi, üçbucaq bərabərsizliyi. Üçbucaq bərabərsizliyi nə deməkdir? Birinci, biz bunu bilməliyik ki, üçbucağın həmişə böyük tərəfi qarşısında böyük bucaq durur. Yəni, mənim üçbucağımda, məsəl üçün, belə bir şey çəkirəm öncə. Məsələn, deyirəm, bura 50-dir, bura 60-dır, burada 70-dir. O zaman 50-in qabağında A durursa, 60-ın qabağında B durursa, 70-in qabağında C durursa, ən böyük tərəfimiz nə olacaq? C. Sonra nə olacaq? B, sonra A. Yəni, hansı bucaq böyüksə, o tərəfdə böyük olacaq. Bu qayda olaraq da yadınızda saxlayın ki, belə bir fiqur görərsinizsə, yəni çökük üçbucaq kimi bir şey görərsinizsə,
Buradakı x digər alfanın, betanın, qammanın cəminə bərabər olacaq. Bunu yəni şəkil olaraq görərsiniz, xüsusi bir qayda olaraq yoxdur. İndi üçbucaq bərabərsizliyində bizim 4 dənə əsas qaydamız var. Buna aid nümunədə işləyəcəyik. Birinci qaydadan başlayırıq. Deyirik ki, əgər bizim üçbucağımızın 2 tərəfi verilib, 3-cü tərəfi bizdən istəyərsə, yəni nümunə ilə göstərək. Məsəl üçün, mən deyirəm ki, üçbucağın bir tərəfi 5-dir, bir tərəfi 7-dir, digər tərəfi tapın. Və yaxud da digər tərəf ən böyük neçə olar, ən kiçik neçə olar və yaxud da perimetr ən böyük neçə olar, ən kiçik neçə olar. Baxın, belə bir şərt qoyuram sizə, o zaman nə deyirsiniz? Bizim üçbucağımızın bir tərəfi digər iki tərəfin cəmi ilə fərq arasında yerləşir. Yəni mənim bu x-im harda yerləşəcək? 5 ilə 7-nin cəmi ilə 5 ilə 7-nin fərq arasında. Təbii ki, fərq modulda yazılır, çünki tərəf mənfi olamaz. 5-dən 7 çıxanda mənfi 2 modulda olduğu üçün 2 olacaq. Digər isə 5-in üstünə 7 gələcək 12. Deməli, mənim ədədim 2 ilə 12 arasındadır. Ən balaca neçə ala bilər? 3 ala bilər. Ən böyük neçə ala bilər? 11 ala bilər. Ona görə də məndən perimetr istəsə bəs nə edəcəm? Perimetrim təbii ki, burada yenə perimetrin ən böyük, ən kiçik qiymətini istəyir. Ona görə də nə edəsiniz? Baxın, öncə 5 ilə 7-nin cəmlədiniz 12. Sonra aldığınız bax bu 12 ilə cəmləyirsiniz. Eləyir 24. Yenə 5-dən 7-ni cəmləyirsiniz. Neçə almışdınız? 12. 12 ilə bu dəfə də kiçik tərəfi toplayırsınız. Yəni 12-nin üstünə də 2 gəldi 14. Deməli, mənim ədədim 14-dən 24 arasında perimetr bir qiymət alacaq. Yəni nə deməkdir? Məsəl üçün, iki tərəfin cəmi nə idi? 5, 7. Ən böyük neçənci qoya bilərik? 2 ilə 12 arasında 11. O zaman 5-in, 7-nin, 11-in cəmi neçə eləyəcək bizə? 5 ilə 7-nin cəmi eləyir 12. 12-in üstünə də 11 gəldi, eləyir 23. Deməli, ən böyük 14 ilə 24 arasında 23-ə götürəcək. Yəni, tamamilə bundan söhbət gedir. Yaxşı, bəs keçək indi növbəti. Əgər bizim arada bucağımız varsa və bucağımızı şərt qoyur ki, iti bucaqdır, bu zaman nə edəcəyik? Buna aid nümunə də verəcəm, baxın. Mənə deyir ki, A ilə B tərəfi var, onlar arasında bucaq var. O zaman bucağın qarşısındakı tərəfi nə ala bilər? O zaman biz deyəsik ki, kök adlı kvadratları cəmi ilə modulları fərq arasında bir qiymət alacaq. Məsəl üçün, yenə özümüzdən bir qiymət verir. Belə bir nümunə gələcək qarşımıza ki, 3 bucağın 2 tərəfi 3 ilə 5-dir, aralarındakı bucaq 60-dır. O zaman 3-cü x tərəfini tapın. Deyəsik, x nə ilə nə arasında yerləşir? Kök adda 3-ün kvadratı ilə 5-in kvadratının cəmi ilə kiçik olacaq. Modulda onların fərqindən böyük olacaq. Bu eləyir 2 çıxanda modulda. Böyük tərəfdə isə 9 üstə gəl 25. 9-un üstünə də 25 gəldikdə 36 eləyir. Kök altında 36. Daha doğrusu 34. Deməli, ədədim nə ilə arasında? 2 ilə 34. Bəs 34 təqribən neçədir? 5 tam neçəsədir? Demək ki, mənim ədədim 2-dən böyük, 5 tamdan, yəni 5 daxil olmaqla kiçik ədədlər alacaq. Bu şəkildə bir qiymət verir. Yəni, məsəl üçün, bizdən desək ki, ən böyük 3-cü tərəf neçə olar? Ən böyük 3-cü tərəf deyəcək 5 olar. Bu şəkildə. Çünki kök adda 34 5-dən böyük bir ədəddir. Növbəti, əgər bəs kör bucaq olarsa bu zaman kök adda kvadratları cəmindən böyük, normal cəmindən kiçik olacaq. Məsəl üçün, verirəm ki, mənim üçbucağımın bucağı 110-dur, aralarındakı tərəflər isə, daha doğrusu, aralarındakı bucaq 110-dur, tərəflər isə 7 ilə 8-dir. 3-cü tərəfi tapın. Deyirəm, o zaman x normal cəmi ilə, yəni 15 ilə kök adda cəmi. Kök adda cəmi də neçə eləyir? 49 üstə gəl 64. Yəni 8-in kvadratını, 7-in kvadratını toplayıram. Bu da 48-in üstünə 64 gəldikdə eləyəcək 103. 103 ilə 15 arasında. 103 nədir? 100-dən böyük ədəddir. Deməli, təqribən 10 tam neçəsədir? 10 tamdan böyük, yəni 11 ola bilər, 12 ola bilər, 13 ola bilər və 14 ola bilər. Daha sonra, əgər hər üç bucaq itidirsə, o zaman kök adda kvadratları fərqi ilə kök adda kvadratları cəmi arasında yerləşir. İndi deyəcəz ki, əməm, yaxşı öyrəndik bu bizim nə işimizə yarayacaq? Baxın, bu hissə çox vacib hissələrdən birisidir. Əslində, uşaqların çox diqqət etmədiyi hissədir. Amma unutmayın, yəni bu iki qaydanı, mən hansı ki ulduz deyəcəm o qaydaları sizə, o qaydaları qəşəngcə əzbərə bilməniz lazımdır. Çünki ən çox bizə üstündə lazım olan, üstünə düşəcəyimiz hissələr budur. Üçbucaq bərabərsizliyi. Üçbucaq bərabərsizliyi bizim çox mövzularda işimizə yarayan bir hissədir. Keçirik indi hündürlük.
Hündürlük nədir? Üçbucağın ümumiyyətlə hər əşyanın hündürlüyü var da. Yəni onun təpə nöqtəsindən uc nöqtəyə kimi olan hissəsinə deyilir. Yəni hündürlük isə qayda olaraq nə formasında deyəcəyik biz? Deyirik ki, hündürlük üçbucaqda 3 dənədir və hündürlük təpə nöqtədən qarşı tərəfə endirilmiş perpendikulyardır. Yəni 90 dərəcə altında düşməlidir. Bəzi üçbucaqların hündürlüyü onun daxilində. Amma baxın bu dairəyə aldığım nümunədə bəzi korbucaqlı üçbucaqlarda isə, yəni 90-dan böyük olduqda isə bucağı, onun hündürlüyü xaricinə düşür. Bu zaman bəs necə tapırıq? Baxın hündürlüyünü BS tərəfinin uzantısına çəkirik. Özünə düşmür, uzantısına düşür. Bu daha çox harda işimizə yarayacaq? Sahə mövzusunda. Yəni deyəsiniz ki, bunu bilməsəm də olar falan. Xeyr, vacib hissədir. Məsəl üçün belə bir şey verəcək. Deyəcək ki, üçbucağın belə deyək, körbucaqlı üçbucaqdır. Tərəfi 5-dir. Onun deyək ki, xaricinə çəkilmiş hündürlüyü 7-dir. O zaman üçbucağın sahəsini istəyər bizdən. S də bərabərdir. 5 vur 7 bölünsün 2. Bu da eləcək 35 bölünsün 2. Yəni neçə? 17,5. Yəni bu şəkildə bizim işimizə yarayan hissədir. Bəs hündürlüyün düsturu necə tapılır? Öncə yarım perimetr tapılır, daha sonra sahə tapılır. Sahə necə tapılır? Yarım perimetrləri vururuq bir-bir tərəflərin fərqinə. Daha sonra da h da bərabərdir 2s bölünsün a düsturu. Əslində bunun adı nədir uşaqlar? Sahə düsturlarında Heron düsturu deyirik biz buna. Heron düsturu ilə. İndi gəlin buna aid bir nümunə işləyək ki, sizin yaddaşınıza superin ötəsində yazılsın. Məsələn, üçbucağın tərəfi 5, 7, 6-dır. Bizə deyir ki, hündürlüyünü tap. Yəni, nə edəcəm? Öncə yarım perimetri taparam. Yəni, 5 üstə gəl, 6 üstə gəl, 7 bölünsün 2. Bu da eləcək 18 bölü 2, yəni 9. Daha sonra yazıram, S bərabərdir kök altında. 9 vurulsun. 9 çıxılsın öncə birinci tərəf. 9 çıxılsın ikinci tərəf. 9 çıxılsın üçüncü tərəf. Daha sonra bu da nəyə bərabərdir? Kök altında 9 vurulsun. 5-dən 3 çıxıram 4. 5-dən 6, daha doğrusu 9-dan 5 çıxıram 4. 9-dan 6 çıxıram 3. 9-dan 7 çıxıram 2. Bu da bizə nəyi verir? 9-dan 4 36 edir. 36-dan kök 6 çıxır. Geridə qalır 6 kökdə 6. Və h istəyirsə h da bərabərdir 2a bölünsün. Deməli h bərabərdir 2s bölünsün a. Yəni nə deməkdir? 2. Məsələn a tərəfindən söhbət gedirsə, məsəl üçün 6 tərəfinin hündürlüyü çəkmişəmsə 2 bölü 6 vur kökdə 6 kökdə 2. 6'lar ixtisar gedəcək, qalacaq 2 kökdə 6. Daha sonra məsələn digər tərəfə çəkmişəmsə, yəni 5 tərəfinə çəkmişəmsə 2 bölü 5 vur 6 kökdə 2. Bu da eləcək 12 kökdə 6, daha doğrusu 12 kökdə 6 bölünsün 5. Yəni 12'ni də 5'ə böldükdə neçə eləyir? 2,4 kökdə 6. Daha sonra üçüncü tərəfə çəkmək istəsək 2 bölü 7, 6 kökdə 2. Bu da eləyəcək yenə 12 kökdə, üzr istəyirəm, burada çaşıb kök altını 2 yazıram. Kökdə 6 bölünsün 7. Bu da belə qalacaq. Yəni, əziz şagirdlər, biz burada tamamilə nəyi öyrənmiş olduq artıq? Hündürlüyün Heron düsturu ilə əlaqəsini, yəni tam olaraq bizə necə düşür, onu bilmiş olduq. Keçirik və unutmayın, belə bir qayda var. Tərəfi hündürlüyə vurduqda 2 dənə sahə yaranır. Bu da bunun çarpaz vurulmasına əmələ gələn bir şeydir. Bunu daha çox sahə dərsində istifadə edəcəyik. Və ixtiyari üçbucaqda böyük tərəfə çəkilən hündürlük kiçik, kiçik tərəfə çəkilən hündürlük böyük olur. Ümumiyyətlə bütün fiqurlarda demək olar ki, belədir. Biz bunu paralleqramda da keçirik. Paralleqramın böyük tərəfinin kiçik hündürlüyü, kiçik tərəfinin böyük hündürlüyü var. Deməli, keçirik median. Bəs median nədir? Median qarşı tərəfi yarı bölən düz xət parçasıdır. Yəni, məsəl üçün, bu A tərəfini nə edib? A bölü 2, A bölü 2 yarı bölüb. Medianın düsturu kök altında 2'də 1. Kök altında 2b kvadratı üstə gəl 2c kvadratı çıx, a kvadratı düsturu ilə tapılacaq. Yəni burada unutmayın, hansı tərəfə çəkiriksə, həmən tərəfi çıxırıq. Yəni bu bir qaydadır. Bunu da bir nümunə ilə göstərəm. Məsələn, üçbucağın 3 tərəfi verilibdir. 6, 7, 8. Medianı istəyir. Deyir 8 tərəfə çəkilmiş medianı tap. M deməli MC və yaxud M nəsə bərabərdir 2'də 1 kök altında. 2 vur 6'nın kvadratı, 2 üstə gəl 2 vur 7'nin kvadratı çıxılsın. Hansı tərəfə çəkmişəm 8 tərəfinə? 8'in kvadratını çıxıram. Bəli, bunu artıq işləyib yazırsınız.
ən vacib hissələrdən birisi. Bu arada mütləq hündürlük vacibdir. Median vacibdir, tən bölən vacibdir. Yəni o vacib dediklərinin altından xətt çəkərək üstündə yaxşı durun. Çünki vacib dediyim hissələr bizə bütün imtahan növlərində düşən hissələrdir. Median, baxın, bu da vacib bir düstur. Medianlar bir nöqtədə kəsişir. Kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Baxın, təpədən başlayır, bura 2 düşür, aşağıya 1. Demirəm ha, 2 1 cəmi 3-dür. Xeyr, 2-nin 1-ə nisbətində. Yəni, məsəl üçün 12-dirsə, 8-i bura düşür, 4-ü bura düşür. Misal üçün. Və nə deyirik? Medianların kvadratları cəmi bərabərdir 4-də 3 kvadratların cəminə. Bu düstur çox da dəhşət düşməyə bilər, amma yəni elə suallar var ki, blokda bu düsturla gələ bilər. Ona görə də öyrənməniz məsləhətlidir və bu qayda bu yaxınlarda MHŞ-nin sual tiplərində görmüşdük. Deməli burada nə deyirik? 2 dənə medianın tərəfi perpendikulyardırsa, baxın, medianların kəsişməsində 2 median bir-birinə perpendikulyarsa, yəni 90 dərəcə altında kəsişirsə, o zaman həmən medianların kvadratları cəmi 3-cü median kvadratına bərabərdir. Və buradan S də bərabərdir, yəni 3-cü medianın tərəf çəkildiyi tərəf də bərabərdir. Kök altında A kvadrat üstəgəl B kvadratı bölünsün 5 düsturu ilə tapılacaq. Yəni dediyim kimi bu düsturlara aid dəhşət çox, məsələn 100 sualdan ikisi buna aid ola bilər. Gəlib o 2 sualda sizə imtahanda çıxa bilərmi? Bəli, çıxa bilər. 100% yazmaq istəyən uşaqlar bu düsturları yaxşı bilməlidir. Tən bölən nədir? Üçbucaqda 3 tərəfi verdikdə aşağıdakı düsturla tən böləni tapırıq. Yəni tən bölən nədir? Qarşı tərəfi çəkilmiş, bucağı yaxarı bölən bir belə deyək, düz xətt parçasıdır. Və bu zaman bütün tərəflər bizə verilirsə, tən bölən necə tapılır? Məsələn, tən böləni belə çəkdik. Deyək ki, üçbucağımıza tən böləni çəkmişik. Tən bölən çəkildiyi hissədən, baxın, sol tərəflərin nisbəti sağ tərəflərin nisbətinə bərabər olmalıdır. Yəni, B-ni M-ə böldükdə, C-ni Ö-nə böldükdə bərabər olur. Məsəl üçün deyirəm, tən bölən çəkilibdir, 5-dir, 7-dir, 8-dir, 5, 7 deməyək, 5-dir, 15 deyək, 8-dir, neçə olacaq? Neynəyəsik? 5 bölü 15 bərabərdir 8 bölü x-a. Buradan da eləyəcək, çarpaz vuranda 24. Yəni, bu şəkildə indi rəqəmləri özümüzdən verdik. Yəni, absurd rəqəmlər ola bilər. Deməli, nədir? Birincisi nə deyirik? Əgər tən bölənlər daxildən kəsişirsə, baxın, buna çox sual var. Bu bucağı istəyir bizdən. Tən bölənlər daxildə kəsişirsə, o zaman onların təpədəki bucağı, baxın, B bucağı, yarısının üzərinə 90 gəldikdə aşağıdakı bucaq alınır. Bəzən heç buna ehtiyac yoxdur. Yəni, bunu düsturu bilməsəz də olar. Bəs deyəsiz, mən necə işləyək? Baxın. Bəzən bizə deyir ki, A bucağı 50-dir. O zaman tən bölən nə inir? 25 bölür. S bucağı 60-dır. Nə olur? 30 bölür. O zaman deyir, alfa bucağını tap. Normalda bura 50, bura 60-dırsa, yuxarı 70-dir, eləmi? 70-in yarısı nədir? 35. 35-in üstünə 90 gələni aşağı nə eləyəcək? 35 üstə gəl 90, yəni 125. Bir bu qayda ilə tapa bilərsiniz, yəni düstur metoduna. İkinci nə edirsiniz? Baxın, aşağıda nə var? Bura O olsun. A, O, S üçbucağı. İndi bura 25'dir. Aşağı 30'dur. O zaman üçüncü tərəf alfa neçə olacaq? 25 üstə gəl, 30 üstə gəl. Alfa 180 verməlidir bizə. Yəni, bu da neçə eləyəcək? Alfa bərabərdir. 180 çıxılsın 55. Yəni, 125. Yəni, hər iki qayda ilə tapa bilərsiniz. Artıq bu sizin riyaziyyatı nə dərəcədə sevib öyrənmənizdən asılıdır. Əgər üçbucaqlar xaricdən çəkilərsə, o zaman təpədəki bucağı yarıya bölüb 90 dərəcədən həmin bucağı çıxacaq. Yəni, məsəl üçün, bura 50-dir, A bucağı 50-dirsə, yəni 25-25, bura S bucağı 60-dırsa, yəni 30-30-dursa, o zaman daxili bucaqlarını tapasınız. Üçüncü B bucağını tapıb, yarıya bölüb, o 90-dan həmin bucağı çıxa bilərsiniz. Keçirik növbəti. Artıq bunu əslində bucaqlarla özünüz də rahat şəkildə tapa bilərsiniz. Bu qayda əslində vacib qaydadır, amma çox vaxt uşaqlar üstündə durmur. Belə bir qayda var. İstənilən üçbucaqda hər hansı bir təpədən çıxmış median tən bölən hündürlük arasında unutmayın. Median həmişə ən böyük olur. Sonra
tənbölən gəlir, sonra hündürlük gəlir. Yəni hündürlük həmişə bunların arasında belə deyək, ən balaca qardaşlarıdır. Median deyir ki, buranın dayı mənəm. Hər kəsi yarıya bölürəm, ağalıq eləyirəm. Bil yadınızda saxlayın da işte evin atabəyidir də bu. Yəni neyinir? Hər şeyi ya tən yarı bölür, qardaş malı kimi. Sonra tənbölənsə neynir? Tənbölən deyir ki, işte mən də dayağam. Yəni mediandan sonra mənəm sizi, yəni bucağı yarı böldüyü üçün bu belə də situasiyadadır. Hündürlükdə deyir ki, mən də işte oğlum dayağınız, ən balacanız. Bu şəkildə yəni bir məntiqlə artıq necə sizə xoş gələr o şəkildə hekayələşdirin, yadınızda saxlayın. Çünki vacib hissədir. Yəni bunu deyirəm yenə, düşə bilən hissələrdəndir. Dördüncü, üçüstəndən üç bucaqda bir təpədən çəkilən hündürlük və tənbölən arasında belə bir qayda var ki, hündürlüklə tənbölən arasında, baxın bu istənilən üç bucaqda, amma çox vaxt düz bucaqlı üç bucaqda gedir bunlar. Deməli, düz bucaqlı üç bucaqda nə deyirik? Tənbölənlə ümumiyyətlə istənilən üç bucaqda və yaxud da düz bucaqlı üç bucaqda fərq etmir. Medianla tənbölən arasındakı bucağı sizdən istəyirsə və yaxud da hündürlüklə tənbölən arasındakı bucağı sizdən istəyirsə, kənardakı bucaqları bir-birindən çıxıb yarıya bölərsiniz. Məsəl üçün deyirəm ki, düz bucaqlı üç bucaqda median və tənbölən çəkilib. Onların arasındakı bucaq neçə olar? Kənar iti bucaqları isə 60-dan 30-dur. O zaman nə edəsiniz? Alfa bərabərdir 60 çıxılsın 30 bölünsün 2. Yəni 15 dərəcə. Bu şəkildə tapılır. Amma baxın, tənbölən sözü hansında varsa yarı bölünür, görürsünüz, böl 2 böl 2 var. Amma tənbölən sözü yoxdursa, yəni medianla hündürlüyü istəyirsə arasındakı bucaq, o zaman çıxsaz kifayətdir. Orta xətt nədir? Orta xətt üç bucağı belə deyək, digər paralel olduğu tərəfi yox da, digər tərəfləri tən ortadan yarıya bölən belə deyək, düz xətt parçasıdır və paralel olduğu tərəfin yarısına bərabərdir. Yəni məsələn AC 10-dursa orta xətti 5-dir. Daha sonra 3 dənə orta xətt birləşdikdə ümuminin perimetrinin yarısı qədər olur. Məsəl üçün deyək ki, mənim tərəfim 10-dur, 20-dir, 30-dur. Perimetrim o zaman nə olacaq? 60. Amma mən deyir, tərəflərin orta nöqtələrini birləşdirdikdə nə yaranacaq? Balaca bir üçbucaq. Bəs bunun balaca üçbucağın perimetri nəyə bərabər olacaq? 30-a, yəni 60-ın yarısına. Sahəsi isə 1/4 olacaq. Yəni sahə anlayışı bu belə deyək, orta xəttlər birləşən zaman 4 dənə bərabər sahə yarandığı üçün ortadakı sahəni, yəni bax bu qırmızı ilə bərkitdiyim sahəni bizdən istəyirsə, ümuminin 1/4-nə bərabərdir deyəcək. Bərabər yanlı üçbucaq nəyə deyilir? Perimetri 2A+B formasında olan üçbucağa bərabər yanlı üçbucaq deyilir. Yan bucaqları bərabər olur. Təpədən çəkilmiş medianı, tənbölənin hündürlüyü üst-üstə düşür. Baxın, gəlin bunu nümunə ilə göstərək. Deməli nədir? Mənim yan tərəflərim var, bərabərdir. Məsəl üçün, bura 10-dursa, bura da 10-dur. Və təpədən çəkilmiş median, tənbölən hündürlüyü üst-üstə düşəcək. Oturacağı həm yarı böləcək, həm 90 dərəcə altında düşəcək. Yəni 2 dənə düz bucaqlı üçbucaq yaradacaq. Və bu zaman bizdən əgər hər hansı bir təpədən çəkilmiş düz xətt parçası varsa, məsələn, ortada həmin düz xətti istəyirsə, A kvadratlı çıx M-in düsturu ilə tapa bilərsiniz. Bu əslində tənbələnin qaydasına aiddir bir növ. Və başqa nə var burada? Belə bir qaydamız var ki, ixtiyari, yəni x-in y-a nisbətində bölürsə tənbölən, x-dan y-ın cəmi bizə tərəfi verəcək. Yəni bura paraleldir bu hissəyə, bu hissədə bu hissəyə paraleldir deyə. Bu artıq asandır, yəni bu o qədər də vacib qayda deyil. Və tənbölənə aid başqa bir qayda harda var? Deyirik ki, oturacağın hər hansı bir tərəfindən yan tərəflərə çəkilmiş hündürlüklər, H1, H2 hündürlüyü tapmaq üçün ümumi üçbucağın yan təpəsindən, baxın, təpə nöqtə demirəm, yan tərəfdəki təpəsindən çəkilmiş hündürlük o digər iki hündürlüyün cəminə bərabər olacaq. Məsəl üçün, belə bir nümunə verə bilər ki, bizə hündürlüyün oturacağın tərəfindən çəkilmiş belə deyək, qarşı tərəflərə çəkilmiş hündürlüklər 5 ilə 10-dur. O zaman üçbucağın, məsəl üçün, A tərəfindən BC tərəfinə çəkilmiş hündürlük neçə dərəcə olacaq? Deyəsiniz, 5-dən 10-un cəmi, yəni 15 olacaq. Bu şəkildə. Bərabər tərəfli üçbucaq nədir? Üç tərəfi, üç bucağı bir-birinə bərabərdir. Daxili bucağı 60 olur, xarici bucağı 120 olacaq. Perimetri 3A düsturu ilə tapılacaq.
İxtiyari təpəsindən, baxın, bir tərəfdən demirəm, bütün tərəflərdən çəkilmiş medianın təmələn hündürlük üst-üstə düşüləcək və A kökdöş bölünsün 2 düsturu ilə tapılasıdır. Baxın, bəzən uşaqlar tənbəl olur da, yəni açığını qeyd eləyək ki, biz biraz tənbəl varlıqlarıq. O düstur əzbərləmək bizə çətin gəlir. Bu zaman nə edərik? Mən sizə belə bir məsləhət görüm ki, düstur əzbərləmək əgər sizə çətin gəlirsə, ümumiyyətlə məntiqdən başa düşməyə çalışın. İndi biz birazdan öyrənəcəyik bunu, amma yenə də burada bir hissi olaraq bildirim, bəlkə sizin üçün daha asan da olar. Yəni məsəl üçün bizə deyək ki, bir dənə üçbucaq verib. Bərabər tərəfi üçbucaqdır deyir. Və gəlin. İndi biz bunun medianını tapmaq istəyirik. Məsəl üçün tərəfdə A-dır. O zaman təpədən bir düz xətt çəksəm, nə olur? Aşağı yarı bölür. A bölü 2, A bölü 2. Bucaq da yarı bölünür. 30, 30 olur. Bu tərəfdə 60 olur. Və düzbucaqlı üçbucaq gördük. Düzbucaqlı üçbucaqda düzbucaq düzbucaqın qarşısındakı tərəf hipotenus A-dır. Katetlər deməli burada nə görürük? Görürük ki, düzbucaqlı üçbucaqda 30, 60, 90 var və belə bir qaydamız var ki, 90'ın qabağındakı tərəf A-dırsa, 30'un qabağındakı onun yarısı, 60'ın qabağındakı 30'un qabağındakının kötüyücü vurulmuş halı. Avtomatik buradan tapırıq ki, təpədən çəkilmiş median təmələn hündürlük nəyə bərabər olacaq? A kökdüş bölünsün 2 düsturu ilə tapılacaq. Yəni əslində bu düsturu əzbərləməyinizə ehtiyac yoxdur. Elə düzbucaqlı üçbucaqdan da çıxarda bilərsiniz. Sonra daxilinə çəkilmiş çevrənin radiusu A bölünsün 2 kökdüş, xaricinə çəkilmişsə sadəcə A böl kökdüşdür. Yəni xaricinə çəkilmiş çevrənin radiusu 2 daxilinə çəkilmiş çevrənin radiusuna bərabərdir. Və hündürlük də daxillə xaricin radiusları cəmidir. Və belə bir fiqur görərsiniz. Yəni üçbucağın daxilində bir nöqtədən digər tərəflərə çəkilmiş uzunluqların cəmini istəyərsə, üçünün cəmi tərəfin cəminə bərabərdir. Çünki şərt qoysa bizə x A-ya paralel, y A-ya paralel, z A-ya paraleldir deyə. O zaman belə hündürlüyü istəyərsə də elə üç tərəfin cəmi bizə hündürlüyü verəcək. Nə zaman? Həmin bucaqlar 90 dərəcə altında kəsişərsə. Düzbucaqlı üçbucağa keçirik. Düzbucaqlı üçbucaq nədir? Bir bucağı 90 dərəcə olan, digər bucaqlar isə iti bucaq olan, cəmləri 90 olan üçbucağa düzbucaqlı üçbucaq deyilir. 90 tərəfin yanındakı tərəflər katet, 90 ilə üzbəyiz tərəf isə hipotenuz adlanacaq və katetlər A, B, hipotenuz C ilə adlandırılır. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir deyirik. Bunun da adı Pifaqor teoremidir. Bu zaman medianı istəyərsə bizdən median, hipotenuzu demişdik yarı bölür, təpədən çəkilmiş median, yəni 90 tərəfdən çəkilmiş median. Özü də həmən necə deyək, böldüyü tərəfin özünə bərabər olur. Yəni median nəyə bərabərdir? Hipotenuzun yarısına. Hündürlük bəs nəyə bərabərdir? Hündürlük belə deyək, 90 dərəcə təpəsindən çəkilmiş hündürlük hipotenuzu 2 hissəyə bölünür. M-dən N. Bizdən hündürlük istəyirsə, deyirik ki, h kvadratı m-in hasilinə bərabərdir. Bəs proyeksiyanı istəsə belə bir şey, yəni proyeksiya sözünü görsəz, unutmayın, a kvadratı bərabərdir m-yə, b kvadratı bərabərdir n-yə. Bunun adı proyeksiya gedəcək. Və o tərəf-tərəfə böldükdə a kvadratı böl b kvadratı bərabərdir m böl n. Yəni bu hissə vacib hissədir, düşən bir hissədir. Buradan da h nəyə bərabərdir? Hündürlük a vur b bölünsün c-yə. Deməli, düzbucaqlı üçbucaqda belə bir qayda var. Bunu yaxşı bilin. Çünki vacibdir. Deyirik ki, düzbucaqlı üçbucaqda katetlər özləri də hündürlük rolunu oynayır. Çünki ümumiyyətlə hündürlük nə deməkdir? Qarşı tərəfə çəkilmiş perpendikulyar. Baxın, A hündürlüyü B katetinin 90 dərəcə altında, B kateti də A hündürlüyünün A tərəfinə 90 dərəcə altında düşüb. Ona görə elə AB tərəfimiz özləri də hündürlük rolunu oynayacaq və üçüncü hündürlüyümüzdə katetlərin hasili bölünsün hipotenuz. Yəni A vur B bölünsün C düsturu ilə tapılır. Və bizdən məsəl üçün belə bir sual gələ bilər ki, o hansı üçbucaq növüdür ki, 3 dənə hündürlüyü bir nöqtədə kəsişir. Deyəcəksiniz ki, düzbucaqlı üçbucaqdır ki, 3 dənə hündürlüyü 90 dərəcə təpə nöqtəsində, yəni bir nöqtəsində kəsişir. Bundan da əlavə olaraq bizdən desək ki, məsəl üçün ən kiçik hündürlük nəyə bərabərdir? Çox vaxt ən kiçik hündürlüyümüz elə katetlərin hasili bölünsün hipotenuz formasında olacaq. Daha sonra nə deyirik? Belə bir qaydamız var. Və yaxud da bunun nümunəsini çəkdik ki, düzbucaqlı üçbucaqda bucaqlar 90, 60, 30 olarsa bu zaman
30'un qabağındakı tərəf x-dırsa 90'ın qabağındakı onun 2 misli, 60'ın qabağındakı isə 30'un qabağındakının köktəçə vurulmuş halıdır. Əgər 45-45 olarsa o zaman katetlər bir-birindən eyni, hipotenuzsa katetin köktəkiyə vurulmuş halı olacaq. Daxilinə çəkilmiş çevrənin radiusunu bizdən istəyərsə, katetlərin cəmindən hipotenuza çıxıb yarıya bölürük. Xaricini istəyərsə, o zaman hipotenuzu yarıya bölürük. Çünki düzbucaqlı üçbucağın xaricinə çevrə çəkilirsə, demək ki, hipotenuz diametr rolunu oynayacaq. Yəni diametrdən keçəcək. Çünki niyə? Bu da hardan gələcək? Çevrə qaydasından. Çevrədə daxili bucaq 90 dərəcədirsə, o deməkdir ki, mərkəzi bucaqsa 180-dir. Yəni nəyə? Diametrimizə söykənir. Sonra Pifaqor ədədləri var. Hazır ədədlərdir. 3, 4, 5 Pifaqor ədədləridir. 5, 12, 13 Pifaqor ədədlərdir. 8, 15, 17 Pifaqor ədədlərdir. Yəni bunları harda görürsə və bunların misillərini. Misillər nə deməkdir? Məsəl üçün mən görüm 3, 4, 5. Sonra hər tərəfi 2-yə vursam nə olur? 6, 8, 10. Deməli 6, 8, 10 da Pifaqor ədədidir. Daha sonra məsələn 3-ə vursaq 9, 12, 15. Deməli bu da Pifaqor ədədidir. Yəni harda 3-ü, 4-ü, 5-i və onların misillərini görürsə və yaxud da 5-i, 12-ni, 13-ü və onların misillərini görürsə, deməli söhbət Pifaqor ədədlərindən gedəcək. Pifaqor ədədləri də bizə ona görə lazımdır ki, işimizi asanlaşdırmaq üçündür. Düzbucaqlı üçbucaqda başqa əsas qaydalardan birisi də nələrdir? Yəni biz bu qaydaları yaxşı bilməliyik. Düzbucaqlı üçbucaqda deyirik ki, bucaq anlayışı var idi. İti bucaq, kör bucaq. Düzbucaqlı üçbucaqda iti bucaqlar olurdu 2 dənə və belə bir qayda var. Sinusun, kosinusun, tangensin, kotangensin tapılması. Sinus alfa necə tapılır? Sinus alfa qarşıdakı katet bölünsün hipotenuz. Yəni hara? A böl C. Bəs kosinus necədir? Bitişiyin, yəni baxın alfaya bitişik hansı tərəfim var? B tərəfim. Deməli mən bitişik kateti nə edəcəm? Hipotenuza böləcəm. Tangensi tapmaq üçün tangens ümumiyyətlə sinus böl kosinusdur. Yəni bu zaman nə olur? A bölünsün B. Kotangens bunun tam tərsi B bölü A'dır. Sadə trigonometrik misallarımız var ki, sinusun kvadratı ilə kosinusun kvadratı cəmi 1-ə bərabərdir. Tangeslə kotangesin hasili 1'dir. Tangens alfa sinus böl kosinustur. Kotanges kosinus böl sinustur. Sinus 2 alfa 2 sinus alfa kosinus alfadır. Daha sonra 90 dərəcədə adlar dəyişir. Baxın 90 üzərinə hər hansısa bir bucaq gəlirsə sinus olur. Yəni sinus kosinusa, kosinus sinusa çevrilir. Tangens kotangesa, kotanges tangensə. 90'da 270'də ad dəyişir, amma 180'də 360'da ad dəyişmir. Bunlar haqqında ətraflı trigonometrik dərsində keçəcək. Qonşu bucaqların cəmi 180 dərəcədir və sinus alfa kosinus sinus beta'ya, kosinus alfa mənfi kosinus beta'ya, tangens alfa mənfi tangens beta'ya, kotanges mənfi kotanges beta'ya bərabər olur. Nə zaman alfa ilə beta qonşu olarsa. Burada da bucaqlarımız haqqında məlumatlardır. Bunu əl qaydası ilə də izah eləyə bilərik. Əl qaydasına ayrıca sizə qısa bir video olaraq çəkib paylaşaram. Daha yaxşı yadınızda qalar deyə. Sadəcə burada bir şeyə diqqətli yanaşın ki, sinus 0'da aldığını kosinus 90'da alır. Sinusun 30'da aldığını kosinus 60'da alır. Sinusun 45'də aldığını elə kosinusda alır. Tangens də kotangesdə alır. Eyni qiymətləri. Yəni sinus kosinusdan, tangens kotangesdən. Daha sonra deməli dedik ki, sinus 30'da alırsa tangens kosinus 60'da alır. Kosinus 30'da alırsa sinus 60'da olur. Yəni qiymətləri bu şəkildə çarpaz şəkildə yanınızda saxlaya bilərsiniz. Sinuslar və kosinuslar teoremində də deməli sinuslar teoremində nə deyirik? Tərəf bölünsün onun sinusu. Məsəl üçün B tərəfi bölünsün sinus beta. A tərəfi bölünsün sinus alfa. C tərəfi bölünsün sinus gamma. Bunlar hamısı 2'ye bərabərdir. Bu nə zaman işimizə yarayacaq? Məsəl üçün deyir ki, R bərabərdir 30 dərəcə, daha doğrusu üzr istəyirəm. Sinus alfa 30 dərəcədir. Sinus alfanın qarşısındakı tərəfimiz 5'dir. O zaman xarica çəkilmiş çevrənin radiusunu tap. Deyəsən ki, 5 bölünsün sinus 30 bərabərdir 2 R. Buradan da sinus 30'unu alır. 2'də 1, 5 bölünsün 2'də 1 bərabərdir 2R. Çarpaz vurduqda 5 bərabərdir. 2R vurulsun 2'də 1'ə. 2 ilə 2'də 1 gedir. 5 də bərabərdir R. Deməli, radiusumuz elə 5 imiş. Kosinuslar teoremində isə
nə deyirik? Əgər iki tərəf onlar arasındakı bucaq verilib, üçüncü tərəfi bizdən istəyərsə, bu zaman üçüncü tərəfin kvadratı bərabərdir. A kvadrat üstəgəl B kvadratı çıx 2AB kosinus alfa düsturu ilə tapılır. Buradan da kosinus alfa bərabərdir. A kvadrat üstəgəl B kvadrat çıx x kvadratı bölünsün 2AB. Və sonuncu 3 bucağın daxilinə xaricine çevrə çəkilərsə, daxilinə çevrə çəkilən zaman 2S bərabərdir A plus B plus C. Buradakı sahədir. Xaricinə çəkiləndə isə R bərabərdir ABC bölünsün 4S düsturu ilə tapılır. Və TTT, TBT, BTB əlamətləri. Yəni nə? Tərəf, tərəf, bucaq. Bir üçbucağın iki tərəfi onlar arasındakı bucaq uyğun olaraq digər üçbucağın iki tərəfi və onlar arasındakı bucağa bərabər olarsa, bu üçbucaqlar bərabərdir. Bir üçbucağın bir tərəfi və iki bucağı, digər üçbucağın bir tərəfi və iki bucağına bərabər olarsa, bu üçbucaqlar bərabərdir. Bir üçbucağın üç tərəfi digər üçbucağın üç tərəfinə bərabərdirsə, bu üçbucaqlar bərabərdir. Belə əziz şagirdlər, əgər videomu bəyəndinizsə kanala abunə olmağı və like etməyi unutmayın.